Qarabağ Dirçəliş Kuboku adından məlum olduğu kimi yenidən qurma və yaratmaq missiyasını daşıyır. Bu kubokun təşkil etməkdən məqsəd Qarabağın işğaldan azad olunmuş ərazilərində yenidən qurma işlərini həyata keçirməkdir. Mən də bir Qarabağ müharibəsi iştirakçısı olaraq bu turnirdə iştirak etməkdən qürur duyuram. Mövsümdən sağlam rəqabət. Bizə görə çempion hamı da istəyir ki, öz komandası qalib olsun. Mən də istəyirəm ki, Balaxanı Operating şirkəti olaraq bu çempionatda qalib olaq. Azərbaycan komandalarının içində təbii ki, bu dəqiqə öndə olan Qarabağ komandasına da keçid edirəm. Dünya ölkələri arasında isə Real Madrid komandasına da keçid edirəm. Mənim bu şəxsi fikrimdir. Uşaqlıqdan o oyunçunun pərəstişkarı olmuşam. Ronaldo deyirəm. Çünki bu oyunçu mən həm vurduğu qollarla, həm göstərdiyi performansla mənim çox ürəyimə yatır. Çempionatda olan bütün komandalara uğurlar arzu edirəm. Bizim komandamıza çempionluq diləyirəm. Güclü olan qalib gəlsin.